məşhur film var, Mr. Morgan'ın Sonuncu Sevgisi. Orada məsələn əsas süjet belə başlayır. Orada bir keçmiş professordur, filosofdur, avtobusda gedəndə birdən avtobus qəfil hərəkət edir. O az qalır yıxılsın və insanların üstünə yıxılır deyə başlayırlar onu kobudlamağa, nəsə sözlər deməyə. Bir qız, gənc qız onu müdafiə edir, qoruyur filan, avtobusdan düşürdür hətta. Sonra bu professora deyir ki, Mr. Morgan, onda hələ adını bilmirdi də, deyir ki, bəlkə siz evinizəcən ötürümdə harda yaşayırsınız? Bu ısrarla deyir ki, yox. Çünki xarakter olaraq belə insandır, istəmir insanları incitsin, əziyyət versin. Deyir, yox, narahat olma və s. və s. Amma qız təkid edir. Qız nə qədər təkid edir, bu yox deyir. İstəmir, deyir, yox, narahat olma. Amma Mr. Morgan yoluna davam edir və görür ki, qız böyründə gəlir. Və sonradan bunların bu formada belə dərin münasibətlər yaranır. İndi sual, Mr. Morgan doğrudanmı istəmirdi ki, qız onu evinəcən yolçu etsin, yola salsın, yoldaşlıq eləsin? İstəyirdi, dərindən istəyirdi. Bunun çox xoşuna gəlmişdi qızın belə onu müdafiə etməsi, sahiblənməsi xoşuna gəlmişdi. Amma o onu demir də, o onu demir. Amma bu onu hiss edir. Bax, mərifət əsaslı hissiyat budur. Ailədə, evdə, münasibətlərdə görürsən, bəzən uşaqlarla münasibətdə görürsən ki, sən hələ bir şey istəməmiş, oğlun gəlir onu sənə təqdim edir, qızın güman edir. Ən xırda şeyləri, məsələn, ən xırda detal. Mərifət əsaslı münasibət budur.